Uğur qələm neçədir? İndi qələmin pulunu çıx. Mənim pulumun qalığını ver də. 70 qəl. Ya 2 də 10 qəl bir dənə. Ay sağ ol, əyləş. Qəhrəman, kitabı neçə satırsan? 4.90. Sən mənim pulumun üstünü qaytar. 10 qəli qaytar. O olsun. Ay sağ ol. Şimdi mən səni göndərmişəm mağazaya. Bir dənə pozan al, bir dənə də ağardaca. Nə qədər pul götürərsən evdən? Ayşə, pozan oldu 50 qəpik, ağardaca da oldu 30 qəpik. 80 qəpiyə söhbəti həll edirsən. Əyləş, aferin. Deməli, Ataş, indi sən 14 manat 40 qəpik düzəlt. Ay sağ ol. Düzəldirsən 9 manat 70 qəpik.